Avqustun 23-də ürəyim çox istəyirdi o yerlərə getmək. Avqustda alınmadı müəyyən səbəblər. Sonra dedim ki, yox, mən bunu sentyabrda eləyəcəm. Burada fikirləşdim ki, mən Aşuraya gedim və gördünüz də ki, yazdım ki, mən bu cocuq mərcanlıya getməyi cocuq Kərbəla kimi qəbul edirəm. Kiçik, bala Kərbəla ziyarəti kimi. Qızlardan hay gəlməyəndə, qızlar geri çəkiləndə mən meydanda doğrudan da tək qaldığımı hiss elədim. Amma getmək istəyirdim. Sağ olsun doktor. Dedi ki, mən gedirəm. Dünən bu vədə bizim evdə ikimiz də çaxnavaxnaya düşmüşdük. Təsəvvürünüzə gətirin. Hələ kişi də pis hala düşdü. Doktor zaten xəstədir. Mənim özüm də dedim, ay Allah, mən gedəcəm, əməliyyatxanaya götürəsə olacaqlar məni Mərcanda. Dəyəcələrə bu arvad nəzirdir burada. Gördü gedən yoxdur, oturuydu orada da. Bu haldaydım. Onu bilirsiniz, mən şeytanın vəsvəsəsi kimi qəbul elədim ki, şeytan elə bil içimizə dolurdu ki, o getməyik. Saat 10 idi, 11 işləmiş, taksi çağırdıq getməyə. Elə bil, onun da pristupu kəsdi, mənimki də. Hə, sonra nə deyim, niyə mən qatarla getmək istədim? İndi adamlar yığılsaydı, sözün düzü mən demişdim, bir Vita maşınla gedərik, bir 8 nəfər zad olar. Çox olarıq, lap gözəl, böyük maşında danışarıq, gedərik, səhər gedərik, axşam gələrik. Tay olmadı deyin, bundan mindik poyza. Poyzun bilirsiniz, öz ləzzəti var. İndi poyzla bizi Balakənədə getmişik, Gəncəyə getmişik, Rusiyyədə getmişik, xaricdə də poyza minmişik. Amma üzü Mahmudluya sarı gedən poyzun dadı bir ayrıdır. Daşburuna getmişəm, İmişliyə getmişəm. O nə səbəbə getmişəm, o xatirələr də başımda bir lent kimi çözələndi, ayrı söhbət. Daşburuna gedib, getmişəm həmişə Öyrənqala qəbirstanlığına. Amma elə ki, Horadiz ərəfəsinə doğru gedirdi, Daşburundan o yana, hissiyatım tamam fərqli idi, tamam ayrı cür dolmuşdum. Düşdüm də aşağı baxdım, gördüm ki, doğrudan da vaqon cəmi 2 dənə vaqondur. Amma o reyslər, görün, qabaqki dövr, nə qədər qatar gedirdi orayına. Bakı Noraşen gedirdi, Bakı İrəvan gedirdi. O dəmir yol reysləri boş-boşuna qalıb. Bircə Horadizəcən gedən 2 dənə vaqon var.